Salam değerli izleyiciler. Bugün sizlerle Ökbəkanda stadionun arkasında yeni satışa çıxmış belə bir evlərlə sizi çəkib tanış eləyəcəm. Evimiz bu gördüyünüz evlər 3 mərtəbədən ibarətdir. Evlərdə hal-hazırda təmizlik işləri getdiyinə görə 3 mərtəbəli evlərlə sizi tanış eləyə bilməyəcəm. Evimiz dediyim kimi stadionun arkasında Kings Marketə piyada 1 dəqiqə məsafədə yerləşir. Bura evin qaraj hissəsi, yəni 3 mərtəbəli evin. Bura istəsəz obyekt kimi və yaxud qaraj kimi istifadə edə bilərsiniz. Hal-hazırda arkada gördüyünüz iki evimiz satışdadır. Sağda olan sarı ev 5 otaqlıdır, solda olan 6 otaqlı. Mən sizə 6 otaqlı evlə tanış edəcəm. Bura evin özünə məxsus məhəlləsidir. Gördüyünüz kimi asfaltla düzlənib. Bura 6 otaqlı evimizdir dediyim kimi. Sənədlər paket qupçadır. Gördüyünüz isə həyətyanı hissədir. Həyətyanı hissəyə 2-3 çamaşır rahatlıqla daxil ola bilir. Bura evin yan hissəsidir. İzolyasiyalardan gördüyünüz kimi istifadə olunub tikinti vaxtı. Evin 4 bir yana keçmək mümkündür. Evin arxasında 2 metr məsafə var. Oranı da həyət kimi istifadə eləmək olar. Ev demək olar ki, tam olaraq yekunlaşıb. Sadəcə birinci mərtəbənin döşəmənin bakı qalıb. O da vurulub sizə təhvil veriləcək. Bura evimizin giriş dəhlizidir. Gördüyünüz kimi çox geniş giriş dəhlizi var. Giriş dəhlizindən sağda bir mətbəx hissəsidir. Ölçüləri görürsünüz, yəni geniş olmağını. Ev bütünlüylə qoşadaşla inşa olunur. Mərtəbə arası monolit betondur və sonuncu mərtəbənin kəməri qoyulub. Evin mətbəx hissəsidir. 2 ədəd pəncərə nəzərdə tutulmuşdur. Bura evimizin ikinci mərtəbə baxmaq üçün olan pilləkən hissəsidir. Pilləkən hissənin altında kombi yer nəzərdə tutulub. Bu hissədə giriş dəhlizində olan koridor nəzərdə tutulub. Bu evimizin yataq üzü üstünün sağ hissəsi gördüyünüz kimi asma tavandan ölçüləri istifadə olunub. Ölçüləri çox genişdir. İkinci mərtəbədə olan yataq otağıdır. Bura qonaq gələndə və yaxud yaşlı adamlar varsa, onların ikinci mərtəbəyə qalxmaması üçün istifadə eləmək olar. Bura evin zal otağıdır. Zal otağının kvadratı 30 metr kvadratdır. Yəni çox genişdir. Bura evimizin arxası, arxada olan həyətyanı hissəsidir. Bura təmizlənib, tam olaraq alıcılara təhvil veriləcək. Gəlin, ikinci mərtəbə ilə tanış edeyim. Sizə vaxtımız çox getmədən ev bütünlüyü ilə dediyim kimi qoşadaşla inşa olunub. Mərtəbə arası betondur. Betonun qalınlığını hal-hazırda görə bilirsiniz. Ev paket qupçalıdır. İpotekaya yararlıdır dövlət ipotekasına. Bu ikinci mərtəbənin dəhliz hissəsidir. İkinci mərtəbədə olan birinci yataq otağıdır. Ölçülər normaldır. Digər yataq otaqları bundan böyükdür. Bura pəncərəsi evimizin həyətinə baxır. Digər yataq otaqlarını tanış edeyim. Bura evin qaydırov hissəsidir. Uşaq yataq otağı da eləmək olar. Biz qaydırov kimi nəzərdə tutduq. Bura növbəti ikinci mərtəbədə olan geniş ölçülü sanat hissəsidir. Bura evimizin növbəti bir yataq otağıdır. Ölçülər genişdir. Pəncərənin qarşısı bütünlüklə açıqdır. Onu da sizə bildirim. Evə hər tərəfdən gün işığı düşür. Çox önəmlidir. Bu evdə çox pozitiv divar kağızlarından istifadə olunub. Hər şeyin ən yaxşısından istifadə olunub bu evin tikintisində. Gördüyünüz kimi laminat bahasındandır. Gəlin son olaraq eyvan hissəsini sizə tanış edeyim və videomuzu yekunlaşdıraq. Əla bir qiymətə təklif olunur. Real alıcılara indirim də olunacaq. Burada evin eyvan hissəsidir. Gördüyünüz kimi Gilanın binalarıdır hal-hazırda gördüyünüz hissə. Bu evlər satışda çox qalmayacaq. Hər kəsə belə bir möhtəşəm bir mülk arzu eləyirəm. Siz də belə evlərə sahib olmaq istəyirsinizsə, bizlə əlaqə saxlamağı, videonu bəyənib paylaşmağı unutmayın. Sağ olun.